Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün DİM-in 20 sınaq 3-cü qruplar üçün olan blok sınaqlarına baxırıq. Sınaq 2-də deməli mövzumuz leksika, söz tərkibi və söz yaradıcılığıdır. Gəlin birinci sualla başlayaq. Deməli birinci sualda bizə yazıçılarımızdandır sözünün qrammatik şəkilçilərindəki ardıcıllığı istəyir. Deməli burada sözümüzün kökü olacaq yaz feili, yaz feili kökümüzdür. Daha sonra buna artırılıb bir dənə yaz-ı şəkilçisi. Bu isim düzəldən şəkilçidir. Ancaq nədən? Feildən isim düzəldən sözümüzün kökü yaz feilidir. Buradakı yaz sözü amonimdir. Yəni yaz payız fəsildə var isim olaraq və yazmaq feili də var. Biz bunu ı şəkilçisini, leksik şəkilçidir. Bunu isimdən isim düzəldən götürə bilmərik. Çünki bu feildən isim düzəldir. Baxsaq variant olaraq feildən isim düzəldənlə başlayan bir dənə B variantıdır. Digərlərinə baxaq. Yaz, daha sonra yazıçı şəkilçimiz var bir dənə. Çı da leksik şəkilçidir. Bu da isimdən isim düzəldən şəkilçidir. Daha sonrasında lar cəm şəkilçimiz, ımız mənsubiyyə şəkilçimiz, dan hal şəkilçisi, yəni çıxışlıq hal və sondakı dır olur bizim xəbərli şəkilçimiz. B variantı düzgün. Sözdə 2 dənə leksik, 3 dənə də qrammatik şəkilçi var. I və çı leksik, qalanları, yəni lar, ımızdan da qrammatik şəkilçilərdir. Belə. İkinci sualımıza baxaq. Hansı sözün tərkibi, təhlili küsülülər sözü ilə eynidir? Burada deməli, küsülülər sözü necə olur? Sözün kökü küsmək feilidir. Küs, üstə gəl, küsü, küsü, ü deyə bir leksik şəkilçimiz var və küsü sözümüz var. Üstə gəl, küsülü leksik şəkilçimiz və üstə gəl, küsülülər bizim cəm şəkilçimiz. Yəni sözdə 2 leksik, bir qrammatik şəkilçi olmalıdır. Baxaq. Qoçaqlar sözündə qoçaq sözün köküdür. Lar qrammatikdir. A variantı işimizə yaramır. B-də əmimgil, əmi sözün kökü, m qrammatik, gil leksik, D yenə qrammatik. Bu da bizim işimizə yaramır. Daha sonra silək. Deməli, boyaqçılar sözündə bəli, sözün kökü olacaq boya. Boyadan boyaq, boyaqdan boyaqçı, daha sonrasında lar. C variantı bizim küsürlər sözü ilə uyğun gəlir. Boya, boyaq, boyaqçı, q və ç leksikdir, lar qrammatikdir. Digərlərinə də baxsaq, atılmışlar sözündə atmaq feil kökümüzdür. Atıl leksikdir. Mış qrammatik, lar qrammatik. Bu da bizə yaramır. Və yatağımız yat kökdür. Yataq leksikdir. Imız qrammatikdir. Bu da işimizə yaramır. Düzgün variantımız olacaq C variantı. Növbəti sualımıza baxaq. Klasterdir. Şaxələrdəki deyir fikrə əsasən, onlara əsas tutmaqla onu tamamlayaq. Dilim sözü verib, dilim sözünü necə başa düşə bilərik? Bir dilim çörək bu şəkildə və bir də mənim dilim, ana dilim bu mənada. Baxaq görək bizə hansını verib. Deməli, düzəltmə sözdür. Düzəltmə söz deyirsə, burada dil, üstə gələk im, yəni dilim, çörək dilimi mənasında olan, hissələrə bölünmüş mənasında olan dilim sözüdür. Leksik mənası var. Buna görə hansılar tamamlaya bilər? Antonimi var deyir. Dilim sözünün antonim yoxdur, yəni onun əksi yoxdur. A variantı yanlış. Tərkibinə görə təhlili kök və qrammatik. Bu da yanlışdır. Bu mənim dilim ifadəsi olsaydı bunu kök qrammatik götürərdik. Amma düzəltmə, bizə düzəltmə deyirsə bunu kök qrammatik götürə bilmərik. Amonim kimi işlənə bilir. Dilim sözü amonim deyil. Bunu mənim dilim, bir də dilim çörəkdir. Bu ifadələri eyni köklü götürə bilmərik. Çünki tərkibinə görə təhlili fərqlidir. Başlanğıc formaları fərqlidir. C variantı da yanlış. Mənsubiyyət şəkilçilidir. Dediyim kimi, burada düzəltmə sözdür ifadəsinə əsasən biz bunu mənsubiyyət şəkilçili götürə bilmərik. Oradakı im mənsubiyyət deyil, leksik şəkilçidir. Yerdə qalır doğru variantımız Y. La şəkilçisi artırsaq qrammatik mənası dəyişər. Bəli, dilim sözünə lalə şəkilçisi artırsaq olacaq. Dilimlə artıq feil olacaq. Buradakı söz isimdir. Laləni artırsaq feil olur. Qrammatik mənası, yəni nitq hissəsi olaraq dəyişir. Keçək növbəti suala. Deməli, ancaq
qrammatik şəkilçilər artırılıb. Hansı variantda ancaq qrammatik var? Güllük, lıqliç leksikdir. Çıxdıq. Gülləş sadədir. Güldan leksikdir. Meşəlik leksikdir. Qrammatik yoxdur. Meşədəki leksikdir. Meşəli leksikdir hər üçü. Yara A leksikdir. Yarlıq leksikdir. Yardakı leksikdir. Bunu da çıxdıq. Qələm imiz qrammatik, qələmlər qrammatik, qələmdən qrammatik. D variantı doğru. Birlikdəki lik leksik, birləş leksik, bircə leksik. Bunu da çıxdıq. Sadə bir sual. Düzgün variantımız D. Keçdik növbəti suala. Qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl işləndiyi söz. Biz bilirik ki, dilimizdə bəzi şəkilçilər var idi ki, onlardan əvvələ qrammatik keçə bilirdi. Bunlar da hansılar idi? Gil, dakı, sız və ç şəkilçiləri idi ki, bu leksik şəkilçilərdir və bunlardan əvvələ bir dənə qrammatik keçə bilirdi. Diqqət eləsək, burada da əmim gildəki sözü var. Gil şəkilçisindən əvvəldə bir dənə şəkilçisi keçibdir. Deməli, bu şəkilçilərdən gil, dakı, sız və ç leksik şəkilçilərdir. Bunlardan əvvələ qrammatik şəkilçi keçə bilirdi. Düzgün variantımız da A variantı. Növbəti suala baxırıq. Deməli, bütün ərazini yaşıllaşdırmışdılar. Cümlədə düzəltmə sözün yarandığı nitq hissəsini müəyyən edək. Düzəltmə sözümüz təbii ki, yaşıllaşdırmışdılar sözüdür. Baxın, suallarda diqqətli bax. Bəzən deyir sözün yarandığı nitq hissəsi, bəzən də deyir sözün kökü hansı nitq hissəsidir. Bunlar bir-birindən fərqli suallardır. Əgər sözün kökü hansı nitq hissəsi desəydi, biz birbaşa buradakı yaşıl sözünə baxacaqdıq. Yaşıl kök olaraq sözün kökü yaşıldır və nitq hissəsi kimi sifətdir. Amma bizdən yarandığı nitq hissəsi deyirsə, biz nə edirik? Sözü təhlil eləməliyik. Deməli, yaşıl sözümüzün köküdür. Yaşıl sözümüzün köküdür. Yaşıllaş leksik, yaşıllaşdır. Yenə leksik, mışdılar. Leksik təhlilimiz bu şəkildədir. Deməli, belə olan zaman biz nə edirik? Yarandığı nitq hissəsini tapmaq üçün sözdə olan axırıncı leksik şəkilçini götürürük. Sonuncu leksik şəkilçini çıxardandan sonra yerdə qalan hansı nitq hissəsidirsə, yəni fərqli bir rənglə işarə edeyim. Yerdə qalan yaşıllaş. Sözün bu hissəsi hansı deməli nitq hissəsidirsə, sözün yarandığı da həmin nitq hissəsi olur. Yaşıllaşmaq feil olduğuna görə bizim düzgün cavabımız olur feil. Yəni, təkrarən bir də deyirəm, əgər bizdə sualdan soruşsa ki, sözün kökü hansı nitq hissəsidir, onda biz birbaşa kökə baxmalıydıq. Yox, deyirsə ki, hansı nitq hissəsindən yarandığı nitq hissəsini tapmaq üçün təhlil edirik. Sonuncu leksik şəkilçiyə qədər olan hissə hansı nitq hissəsidirsə, onu tapıb həmin nitq hissəsini müəyyən eləmiş oluruq. Yəni, odur bizim nitq hissəmiz. Yəni, yaşıllaşmaq feilidir. Biz yaşıllaşmaq feilinə dır şəkilçisi artırıb başqa bir söz yaratmışıq. Bu şəkildə. Növbəti sualımızda bitişdirici samitin işlənib işlənmədiyini dəqiq müəyyən etmək mümkündür. Deməli, diqqət eləyək variantlara. Atanın silahı. Buradakı atanın silahı, biz bunu iki formada düşünə bilərik. Bir, sənin atan, atanın silahı. Bir də atmaq, kimsə atıcı, atan adamın silahı. İki formada başa düşürük. Yəni, birində bitişdirici ola bilər, birində olmaya bilər. Yəni, A variantı bizə uyğun deyil. Heyvanın rəngi. Burada da yenə bir meyvə mənasında heyva götürə bilərik. O zaman bitişdirici samit olur. Bir də heyvan sözü götürə bilərik. Yəni, hər hansı bir canlı heyvan. Bu mənada da götürsək, onda bitişdirici samit olmur. Yəni, burada da dəqiq müəyyən eləyə bilmirik. Qələmini itirən. Düzgün variantımız olacaq C. Gəlin baxaq niyə.
Qələm sözümüzün kökü qələmi, onun qələmi, bu bizim olacaq. Deməli, buradakı mənsubiyyət şəkilçimiz. Bir də qələmini itirən bu aradakı n bizim bitişdiricimiz olur. Yəni qələmdəki birinci i mənsubiyyət, ikinci i təsirli hal şəkilçisidir. N da hər ikisinin arasında olan bitişdirici samitimizdir. C variantında dəqiq müəyyən eləyə bilirik. Digər variantlara da baxaq. Kompüterin hissələri, bu in bizim yiyəli hal şəkilçimizdir. Üçüncü növ söz birləşməsidir. Buradakı in yiyəli. Bir də sırğanı götürmək. Yenə burada da sənin sırğan və yaxud da sırğanı hər ikisi ola bilər. İşlənə də bilir, işlənməyə də bilir. Bunu da dəqiq müəyyən eləyə bilmirik. Düzgün variantımız C. Növbəti 8-ci sual. Sözlərdən biri düzəltmə deyil. Bu sadə sualda yəqin ki, əksərimiz bunu bilərik. Otlu leksik şəkilçidir. Otlamaq, la leksik var. Otluq, luq leksikdir. Otlaq, laq leksikdir. Amma otlar, lar cəm şəkilçidir, qrammatikdir. B variantındakı sözümüz sadə sözdür. 9-cu suala baxaq. Cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Abdal at mindi, özünü bəy sandı. Deməli, burada baxın, frazeoloji birləşmə, bir də məcazi mənalı sözlər. Bunlar bir-birindən fərqli şeylərdir. Frazeoloji birləşmələrin müəyyən xüsusiyyətləri olur. Onlar bütöv olur, parçalanmır, bir sözdən ibarət qarşılığı olur. Ora bir söz əlavə eləyə və yaxud da söz çıxara bilmirik və s. Bir də var, ümumilikdə məcazi mənalı sözlər. Məsələn, şirin söz. Şirin söz məcazidir, amma frazeoloji birləşmə deyil. Və yaxud da ağzına su alıb oturmaq. Bu da məcazidir, frazeolojidir. Baxaq, Abdal at mindi, özünü bəy sandı. Burada frazeoloji birləşmə yoxdur. Türkiyədə bir ağac yanarsa, Azərbaycanda 1000 ürəyə təsir eləyər. Baxın, burada məsələn, ürəyə təsir etmək məcazilik var, amma frazeoloji birləşmə yoxdur. Beni də çıxartdıq. Üzünə gülər, ayağından çəkər. Ayağından çəkmək ifadəsi, yəni pislik etmək kiməsə, kimsə quyusunu qazmaq ifadəsi də var. Bundan sinonim ola bilər. Deməli, bu artıq frazeoloji birləşmədir. Düzgün variantımız C. Cahil ilə dostluq etsən, peşman olarsan. Burada da frazeoloji yoxdur. Nadan, dostdan, ağıllı düşmən yaxşıdır. Yenə frazeoloji birləşmə yoxdur. Baxaq növbəti suala. Deməli, sözlərdən biri amonim deyil. Baxaq. 6. Düzgün variantımız elə 6 olacaq. Çünki 6 sözü, baxın, bir 6 say olaraq 6 var. O zaman söz sadə olur, yəni 6 kök olur. Biz yox, əgər stolun 6 desək, o zaman da söz alt üstə gələk I şəkilçisi olur. Yəni sözün başlanğıc forması fərqli olur. Ona görə də biz bunu amonim saya bilmirik. Amma digəri, məsələn, yol ifadəsi amonimdir. Yolmaq, getdiyimiz yol. Sarı ifadəsi amonimdir. Rəng sarı, feil sarı. Bir də qrammatik amonimliyi də var. Hətta qoşma sarı kimi. Tar ifadəsi də var. Musiqi tar var. Sonra dövlələrdə, hinlərdə toyuq cüzələrin çıxdığı tar var. Belə ağacdan bir hissə olur. Toyuq cüzə çıxıb onun üstündə yatır. Tara çıxmaq ifadəsi. Və bir də buruq sözü də var. Yəni həm neft buruğu, həm buruq saç mənasında. Düzgün variantımız olur. A variantı 6 sözü. Növbəti suala baxırıq. Sinonim sözlərdən bağlı doğru fikir deyil, yanlış fikir istəyir bizdən. Eyni nitq hissəsinə aid olur. Bu doğrudur. Həm sinonim, həm çox mənalı, həm antonimlər eyni nitq hissəsi olurdu. Yaxın mənalı sözlərdir. Doğrudur. Bəli, sinonimlər eyni və yaxud da yaxın mənalı olur. Deyiliş, yazılış fərqlidir. Bəli, sinonimlərin deyilişi də, yazılışı da fərqli olur. Mənaları eyni və yaxud da yaxın olur. Yersiz təkrarın qarşısını alır. Bu doğru fikirdir. Yəni biz sinonimlərdən istifadə edib eyni sözü təkrar istifadə etmirik. Təkrarın qarşısını alır. Onun yerinə sinonimlərini istifadə edə bilirik. Ancaq Y variantı yanlışdır. Deyir ki, leksik mənaları fərqli olur. Biz dedik, sinonimlərin tərifində var. Deyiliş, yazılış fərqli, müxtəlif. Amma leksik mənası eyni və yaxud da yaxın. Yəni onların bilir. Məsələn, gözəl, göyçək, qəşəng. Yazılış, deyiliş fərqlidir. Mənalar, leksik mənaları eynidir. Ona görə Y variantı olur. Bizim cavabımız yanlış variantı olan Y variantı.
Keçək növbəti suallara. Deməli, nümunələrin içərisində fərqləndirilən sözlərdən hansının antonimi yoxdur, yəni əksi yoxdur. Baxaq, A variantında yaman sözüdür. Yaman pis mənasındadır. Bunun antonimi olar yaxşı. Yaxşı, yaman. Deməli, A variantında yamanın antonimi var. B-də çəkmə, çəkə bilməzsən bərkdir, fələyin yayı. Bərk, bərkin antonimi yumşaq. B variantının antonimi var, çıxartdıq. Daldan atılan daş topuğa dəyər. Daş ifadəsi amonimdir, amma daş ifadəsinin antonimi yoxdur. Ona görə C variantımız düz, digərlərinə də baxırıq. Hər gecəm oldu kədər. Kədərin qarşılığı nə olur? Sevinç. Bunun antonimi var. Qarı düşmən dost olmaz. Düşmən sözünün də yenə antonimi var. Elə dost sözü yanında verilib. Düzgün cavabımız C. Növbəti suala baxaq. Doğru fikri istəyir. Bizdən doğru fikir deməli nədir? A-da deyir ki, sözün kökü əsasən həm leksik, həm qrammatik mənaya malikdir. Elə doğru fikrimiz A variantıdır. Çünki həqiqətən də bizdə sözün kökünün həm leksik, həm qrammatik mənası var. Əsasən ifadəsində ona görə işlədib ki, bəzən ola bilər ki, məsələn dilimizdə elə sözlər var ki, köməkçi nitq hissəsindən yaranır. Bu zaman məsələn onun həmin kökün yalnız qrammatik mənası ola bilir. Bu kimi hissələri nəzərə alaraq burada əsasən ifadəsi işlənib. Digər variantların yanlışlıqlarını da sübut eləyək. Dilimizdəki şəkilçilərin hamısı 2 və yaxud da 4 variantlıdır. Bu yanlışdır. Dilimizdə 1 variantlı şəkilçilər də var. Qrammatik şəkilçilər də leksik şəkilçilər kimi milli alınma olur. Bu fikir də yanlışdır. Dilimizdə olan qrammatik şəkilçilərin hər biri millidir. Bunların alınması yoxdur. Onda bunda əvəzliklərində bitişdirici samit yalnız saitləri birləşdirmişdir. Yanlışdır. Burada fikir versək, n-lar bitişdirici samitdir. N-nın bir tərəfində sait, bir tərəfində samit var. Yəni burada bitişdirici samit təkcə saitləri yox, sait və samiti bir-birinə bağlayıbdır. Daha sonra Y variantında isə mürəkkəb sözlər yalnız bitişik və defislə yazılır. Bu fikirlə yanlışdır. Bilirik ki, mürəkkəb sözlərin içində ayrı yazılanlar da var. Növbəti sualımıza baxaq. 14-cü sual. Hansı sözün tərkibinə görə təhlil düzgün göstərilib? Dəyənək sözü. Deməli, dəyənək sözün kökü dəy, ənək leksik şəkilçimizdir. Yəni A variantı yanlışdır. Burada bir leksik şəkilçisi var. Çalışmaqdan sözündə çalış kökdür, maqdan qrammatik. Yəni burada leksik yoxdur. B variantı yanlış. Ağardıcı sözündə ağ kök, ağar leksik, ağart dt əvəzlənməsi baş verir. Buradakı dt leksik şəkilçidir. Və ağart ıcı leksikdir. Yəni 3 leksik var. Düzgünü C variantıdır. Bütpərəstlik sözündə büt kök, pərəst şəkilçi, lik leksik şəkilçi. Yəni 2 dənə leksik var. Birini verib yanlışdır. Damğalatdırmaq damğa kökdür. Damğala, damğalat, dır və maq. 3 leksik, bir qrammatik var. Y variantı da yanlış. Növbəti sualımız. Həm amonim, həm çoxmənalı söz kimi işlənə bilir. Dilimizdə bu tip sözlər var. Həm amonimdir, həm çoxmənalıdır. Bunu rahat seçə bilmək üçün, məsələn, baxırıq. Əgər söz amonimi yəqin rahat tapa bilirik. Müxtəlif mənalar ifadə edir. Və əgər sözü biz məcazi mənada işlədə biliriksə, bu da onun çoxmənalı olduğunu göstərir. Məsələn, əqrəb sözü saatın əqrəbi var, bir də canlı böcək əqrəb var. Bu amonimdir, bunun çoxmənalığı yoxdur. Tar sözü, bayaq dedik, musiqi aləti tar var. Burada toyuqların çıxıb yatdığı, dincəldiyi tar var. Bu da çoxmənalı deyil, yalnız amonimdir. Xar sözü var, xar olmaq, xarlamaq. Xar sözü deməli amonimdir, çoxmənalı kimi işlənmir, məcazi mənası yoxdur. D variantı qazan. Qazan yemək bişirdiyimiz qazan, bir də pul qazanmaq və eyni zamanda qazanmaq feilini biz çoxmənalı işlədə bilərik. Pul qazanmaq, şöhrət qazanmaq, adsan qazanmaq və s. Yəni D variantı həm çoxmənalı, həm də amonimdir. Od sözü isə, od sözü də yenə çoxmənalılığı yoxdur. D variantı düzgün cavabımızdır.
Növbəti sualımız da sadə, rahat bir sualdır. Köməkçi nitqçilərinə aid xüsusiyyəti müəyyən etməliyik. Söz yaradıcılığına iştirak edir. Bu əsaslara aiddir. Yalnız qrammatik mənası var. Bəli, B variantı doğru cavabımız olacaq. Çünki köməkçilərin yalnız qrammatik mənası var. Əsasların isə həm qrammatik, həm leksik. Ayrılıqda müstəqil leksik mənaya malik olur. Əsaslara aiddir. Müstəqil formada suala cavab verir. Əsaslara aiddir. Ayrılıqda cümlə üzvü olur. Bu da əsas nitq hissəsinə aiddir. Deməli, köməkçilərdən bəs bu sualın cavabını bilən varsa yazsın. Hansı cümlə üzvü ola bilirdi? Müstəqil olmasa da qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilirdi. Bilən varsa kommentlərə yazsın.